Auditoriyadan mən yararlanıb bütün dövlət məqamlarına və millətimizin beyin mərkəzlərinə müraciət edirəm ki, İranda baş verən müharibə və davam edən müharibəni ən çox bizcə aidiyyəti var, biz analiz etməliyik. Niyə bu savaş başladı? Niyə zaman zaman Orta Doğuda İsrailin güclənməsinə nədən olan İran, İsrail məhv edərik deyən İran, İsrailin dünya dövlətlərini sırtına alıb Orta Doğuda gücləndiyi bir zamanda nə oldu ki, onlar İranla savaşa girdilər. Onsuz da onlar sınırlarını böyüdürdülər, daha güclü olurdular. Hətta Qazaxıstanı o sazişlərə cəlb edirdilər, doğru mu? Bu nə oldu? Belə bir sınırları böyüdüyü bir yerdə, nüfuz dairələri daha çox genişləndiyi bir zamanda İrana savaş açdılar. Niyə? Axı İran faktorundan istifadə edib bunları eləyirdilər də, İran bizi əzər, biz məzlumuq deyib bunları daha çox eləyirdilər də, İlhan bəy. Nə oldu? Onlar gördü ki, onların 1925-ci ildə niyyətlənib qurduqları dövlət əldən gedir, İlhan bəy. Gördülər ki, 1925-ci ildə Türk xənadanını qurub Fars faşist kuklalarını hakimiyyətə gətirdilər. Bir zaman Şah, sonra Molla cildində oranı idarə etməyə çalışdılar və nəhayət alışdılar ki, bu mollaların içərisində, bu bürokratiyanın içərisində elə bir güc formalaşıb ki, o güc İranı türkləşdirir. O güc İranı 1925-ci ildən öncəki dövrə aparır. Onun qarşısını almaq üçün İrana savaş açdılar, İlhan bəy. Onlar türklüklə savaşmaq üçün savaş açdılar. Türklüyü məhv eləmək üçün savaş açdılar, İlhan bəy. Türkü Türkə qırdırmaq üçün savaş açdılar. İranda olan türklüklə Azərbaycan və Türkiyə türklüyünü qırdırmaq üçün savaş açdılar. Biz də bunların oyununa gəlmədiyimizə görə bugün qalib bir millət kimi meydan oxuyuruq. Və bu dəyərimizi də verməyə bacarmalıyıq. Onlar İranda Fars faşizmlə savaş aparmırdılar. Mövqələrini itirmiş Fars faşizmini yenidən gücləndirmək üçün savaşa girdilər. Şah Palaninin oğlunu gətirdilər, görmürdünüz. Haradasa Türklərin haqları İsraildən və Amerikadan eşitdinizmi? Yox. Haradasa bir Türk sözünü dilə gətirdiklərini eşitdinizmi? Yox. Palanini hakimiyyətə gətirib yenidən Fars faşizmi gücləndirmə uğrunda bir mübarizəyə qoşuldular. O da fiyaskoya uğradı. Məqsəd İranda güclənən türklüyün qarşısını almaq və eləmək siyasəti idi. İran türklüyü bunu gördü. Siz elə bilirsiniz ki, İranda olan bürokratiyada əyatollaların və parlamentdə və generalların içərisində dünyanı dərk edən türk evlatları bəyəm yoxdur. Onlar görmür ki, onları məhv eləməyə gəlirlər. Türk olduqlarına görə məhv eləməyə gəlirlər. Onlar təşkilatlandırdı, İlhan bəy, bu savaşı. Türk olduqlarına görə öldürülməyə gələn o insanlar milləti və dövləti təşkilatlandırıb, onlara qarşı tərəfə savaşı sərt mövqedə nümayiş elətdirdilər. Və biz bugün Türk gücünün yanında olmalıyıq, yoxsa onları məhv eləməyə gələn gücün yanında olmalıyıq, İlhan bəy. Bugünkü media, siyasi partiyalar, Azərbaycanda söz sahibi olan qüvvələrin çoxsu yanlış yoldaydı. %95'i Azərbaycanı məhv aparırdı. Azərbaycanın bəzi partiya rəhbərləri açıqlama vermişdi ki, İran-İsrail savaşı olarsa, mən İsrail tərəfdən vuruşmağa hazıram. Budur Azərbaycan, İlhan bəy. Cumhuriyyətdən danışıram mən. Ona görə də savaşın mahiyyətini bilmək lazımdır. Yüksələn türklüyü məhv eləmək üçün İsrail və ABD silahlı gücləri, siyonist güclər, faşist güclər Türklüyə qarşı bir savaş açdılar və məğlub oldular. Tarix belə yazacaq. Və eyni zamanda elə bir güc formalaşdırdılar ki, bugün İran Hörmüz boğazının üzərindən dünya diktə eləyir. Budur gerçəklik. Ona görə də Azərbaycan dövlətinin İranla olan, yəni bugünkü mövcud rejimlə olan Pezişkan liderliyində onlara qarşı savaş açılmış Türk gücünün ali prinsiplərinə əməkdaşlıq eləyən Azərbaycan dövlətinin
prezidentinə və Türkiyə Cumhuriyyətinə biz bugün təşəkkür eləməliyik. Biz Türkiyə Cumhuriyyətinə bütövlükdə bir cumhuriyyət kimi təşəkkür eləməliyik. Azərbaycanda İlham Əliyevin şəxsində olan iradəyə təşəkkür eləyirik. Çünki böyük yanlışlıq içərisində olan Azərbaycan Cumhuriyyətində çox saylı institutlar var. Onlardan biri də parlamentimizdir. Məclis üzvlərindən biri Azərbaycanın ali maraqlarını qoruyan bir dənə açıqlama verməyib. İlham bəy, Siyonizmin qucağında olan parlamentin üzvləri arxa qapıda Siyonizmlə görüşlər keçirib, görüntüdə verənməyiblər, xalqdan qorxublar. Pedofil gücü Azərbaycan Cumhuriyyətində çox güclü olub, İlham bəy. Bugün də güclüdürlər. Sadəcə kripto güc kimi özlərini güva gizlədirlər ki, güva onları heç kim görmür. Amma dövlət görür. Dövlət ağlı nəyin nə olduğunu bilir. Və kimsə də bu ölkədə at oynada bilməz. Kimsə Siyonizmin, Trump pedofilliyinin, Biden LGBT-çiliyinin Azərbaycanda söz sahibi olmağına imkan verə bilməz. Budur Azərbaycan. Budur Türk gücü. Budur Azərbaycan Türkiyə birliyi və hədəfimizdə olan Türk ailəsinin perspektivləri və bizə verəcək dünya səhnəsində söz sahibi olmaq imkanları.